Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması və kölgə iqtisadiyyatının azaldılması məqsədi ilə bir neçə ildir ki, əlavə dəyər vergisinin geri qaytarılması mexanizmi tətbiq edilir. Vergi məcəlləsinə görə, fiziki şəxslər, supermarketlər, restoranlar və başqa rəsmi pərakəndə satış obyektlərindən nağdsız qaydada məhsul və xidmət aldıqda ödənilən EDV-nin 15%-ni, nağd ödəniş vaxtı isə 10%-ni geri almaq hüququna malikdirlər. Bu sistem həm dövlətin vergi daxil olmalarını şəffaflaşdırır, həm də vətəndaşların hüquqlarını və alış-veriş mədəniyyətini gücləndirir. Ancaq vətəndaşların bir hissəsi, xüsusilə Sədərək, Binə və Dərnəgül ticarət mərkəzlərində alış-veriş edənlər bu sistemdən yararlana bilmədiklərini bildirirlər. Səbəb isə bu iri ticarət mərkəzlərində fəaliyyət göstərən obyektlərin böyük əksəriyyətinin rəsmi qeydiyyatdan keçməməsi, nəzarət kassa aparatlarının quraşdırılmaması və vöyensiz fəaliyyət göstərmələridir. İri ticarət mərkəzlərinin bir çoxunda alış-veriş vaxtı nə üçün alıcılara EDV verilmir? Binə və Sədərək kimi iri ticarət mərkəzlərində bu kimi hallar istehlakçı hüquqlarının pozulması kimi qəbul edilmirmi? Belə hallarda istehlakçılar nə etməlidirlər? Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqındakı qanunda göstərilib ki, alıcı əgər aldığı maldan narazı qalarsa, həmin məhsulu 14 gün müddətində dəyişmək və ya qaytarmaq hüququna malikdir. Bunun üçün də alıcının həmin məhsulu aldığı yerdən sübutu olmalıdır. Bu da təbii ki, verilən qəbzdir. Ancaq bir çox ticarət mərkəzlərində, xüsusilə də Sədərək və Bina adı ticarət mərkəzlərində heç bir kassa çeki verilmir. Bəzən isə saxta kassa orderi verilir. Çox təəssüflər olsun ki, dəfələrlə bu barədə müraciətlərimiz olub. Lakin hələ də vətəndaşların bu kimi yerlərdə alış-veriş vaxtı hüquqları pozulmaqdadır. Eyyub Hüseynov eyni vaxtda onu da deyib ki, bu barədə ciddi ölçülər götürülməlidir. Qanunu pozanlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Eyni vaxtda da vətəndaşlarımız da öz istehlakçı hüquqlarını yaxşı bilməlidirlər. Bununla belə hər bir alıcı öz hüquqlarının pozulmasına qətiyyən icazə verməməlidir. Əhalinin bu istiqamətdə maarifləndirilməsinə çox ciddi ehtiyac var.